İranda vəziyyət kritik olaraq qalmaqdadır. Yəni müharibə davam edir. Amerika Birləşmiş Ştatları və İsrailin İrana hücumları, Tehranı bombalamağı davam edir. Bu azmış kimi bu şəhəri də, yəni o biraz nüvə sənaye əhəmiyyətli şəhərdə, o da bombalanıb. Orada gəmilər, körpülər və s. atəşə tutulub. Böyük Britaniyada martın 20-sində öz regiondakı aviabazaların, hərbi bazalarından Amerikanın istifadəsinə icazə verib. Daha əvvəl belə bir icazə verilmirdi. Belə olan halda İran isə Abbas Araqçı İranın Xarici İşlər Naziri təhdid ünvanladı ki, Keir Starmer, yəni Britaniyanın baş naziri öz vətəndaşlarının təhlükəsizliyini nəzərə almır. Britaniyanın bu addımı İranın qəti və sərsabı ilə yekunlaşacaq. Britaniya isə bugün martın 21-də İranın region üçün təhlükə yaratdığı haqqında bəyanatlar səsləndirir. Amma halbuki Amerika Birləşmiş Ştatları ilə İsrailin hücumlarını daha əvvəl, yəni bunlar dəstəkləmirdilər. İndi isə Trump iki ayağın birbaşmağa dirədiyinə görə onların artıq çarəsi qalmayıb. NATO'nun da əsas gücü Amerika Birləşmiş Ştatları olduğu üçün Trump NATO'nu da təqid edir ki, bizə Hörmüz boğazında, Fars körfəzində və s. NATO'nun gəmiləri lazımdır, amma NATO hələ buna cəsarət etmir. Çox güman ki, müharibə dayanmasa bu gedişlə NATO və öz gəmilərini, bəzi NATO ölkələri Amerikaya dəstək kimi göndərəcəklər. O isə Qərb koalisiyasının İrana qarşı formalaşması deməkdir. Yavaş-yavaş Qərb koalisiyası, yadınızdadırsa, Səddam Hüseyn İraqın bir hücumla, yəni dağıtmışdı. Öz iqamətgahında, Amerika bayrağı döşəməsində olan iqamətgahında Səddam Hüseyn də tutulmuşdu, sonra elan olundu və s. O vaxt George Bush'un vaxtları edildi isə özünə sülh məramlı prezident deyən Donald Trump'ın dövrü hakimiyyət illərdir. Bunu da İrana hücumlar, İranla müharibənin də böyük qlobal sülhə hədəfləndiyini iddia edir. İndi hamının öz həqiqəti var. Rusiya Svoya Pravda Ruslar demişkən, görək bu müharibənin axırı nə olur, amma region ölkələrdə əziyyət çəkir. Yaxşı ki, Azərbaycan öz hava məkanından İrana qarşı hücumlarda istifadəyə icazə verməyib, nə iyunda 12 günlük savaşdan, nə də hal-hazırda fevral 28-dən başlayan müharibədə.